Mən hesab edirəm ki, orduda hərbi yaşın artırıb və azaldılması bu digər ölkənin hərbi potensialının elə məhz artırıb və azaldılması ilə bağlıdır. Və bundan qabaq biz Ermənistanın həm Hindistan vasitəsilə, həm Fransa vasitəsilə ciddi şəkildə silahlanmasının və yeni silahlar almasının şahidi olmuşduq və bu vasitə ilə hərbi potensialını inkişaf etmək və hərbi qüvvələrini keyfiyyət baxımından daha yüksək səviyyədə təmin etmək istiqamətində addımlar atırdı. Və görünən budur ki, bu sahədə Ermənistan istədiyi nəticələrə nail ola bilmədiyinə görə məhz bundan sonra hərbi qüvvələrində xidmət edənlərin sayını artırmağı məqsəd qurur. Və bu görünən odur ki, Ermənistanda bu dəqiqə hərbi vəziyyətlə bağlı, yaxud da ki, hərbçilərin hərbə çağırışla bağlı ciddi problemlər var. Çünki bildiyimiz kimi demoqrafik vəziyyət Ermənistanda ciddi şəkildə getdikcə pisləşir və gənclərin hərbidə xidmət etməyə çağırılması çox böyük kəsirlərlə yerinə yetirir. Və bu baxımdan Ermənistan bu hərbi xidmətə çağırış yaşını qaldıra və bununla da ən azından vəziyyəti stabil saxlaya bilər. Görünən odur ki, Ermənistan vəziyyəti stabil saxlaya bilmir. Vəziyyəti stabil saxlayandan sonra ciddi şəkildə müharibəyə hazırlaşmaqdan söhbət gedə bilər və Ermənistan bu addımı atdıqdan sonra məhz Azərbaycanla qarşıya gəlmək üçün ciddi ordu hazırlanmağa başlayır. Və mən hesab edirəm ki, əvvəlcə ordunu təmin etmək, sonra isə ordunu əsgərlərlə təmin etmək, ondan sonra isə onu silah və silahla təchiz etmək məqsəd olunmalıdır.